İnşallah bugünkü cümə xütbəmiz mənəvi dəyərlər və Rəcəb ayı haqqında olacaq. Hədisdə gəlibdir, insanlara hörmət etmək, insanlara mərhəmət etmək, qohumları, qonşuları axtarmaq, bacı, qardaş münasibəti, dostlarla olan münasibət, bunların hamısı bizim mənəvi dəyərlərimizdir. Və buyurur, bu saydıqlarımın xeyir günlərində, şər günlərində onların yanında olmaq bizim insani borcumuzdur, vəzifə borcumuzdur. 1000 illər boyu baxanda görürük ki, atalarımız, babalarımız bu adəti, bu mənəvi dəyərləri qoruyubdur, saxlayıbdır. Bizim də borcumuz bunu davam etdirməkdir. Və bunu yadda saxlayaq. Bu mənəvi dəyərlər ki saydım, bunu bizim qəlbimizə qoyan Allah-u Teala'dır. Allah-u Teala insanın fitrətində mənəvi dəyərləri yerləşdirib. Mənəvi dəyərləri və buyurur ki, yerinə yetirmək insanı ucaldır. Amma insanı həqiqətən ucaldan Allah-u Teala'ya görə bu dəyərlərə sahib çıxmaqdır. Allah'ın buyurduğu olduğu üçün, Allah'ın vacibatı olduğu üçün bu dəyərlərə sahib çıxmaqdır. Bugün bir dənə fikir veririk. Görürsən, insanlarımız yorğundur. Yəni, insanlarımızın qəlbi boşalıb. O mənəvi dəyərlər ki, deyir, Allah'a görə eləmədin, adət ənənə üçün eləyirsən. Bugün bir dənə fikir ver. Mənəvi dəyərlərimiz, bu saydıqlarımız az bir halı qalıb. Onu da adət olduğu üçün yerinə yetirir. Allah üçün eləmirik. Bugün gediriksə, qohumu axtarırıqsa, 5 ildən bir adətdir deyə yerinə yetiririk. Nə biləm, bir yaxını axtarırıqsa, bir dostu axtarırıqsa, adətdir də. Gedin bunu yerinə yetirim. Allah'ın əmri olduğu üçün eləmirik. Və ona görə də deyir, bir mənəvi dəyər ki, Allah üçün olmasa bir müddət sonra yox olub gedir artıq. Bugün o dövrə gedirik. Bu dəyərlərimiz artıq yox olmaq üzrədir. Amma deyir, o mənəvi dəyərlər Allaha bağlansa ibadətdir. Məsələn, valideynə itayət, valideynə xidmət, mənəvi dəyərimizdir də. Bunu Allah üçün eləyəndə ibadətdir. Allahın əmri üçün eləyəndə ibadət olur. Məsələn, ailədə, mən neçə dəfə ailə haqqında danışmışam da, bütün hədislər deyir ki, ailədə səbr etmək lazımdır. Bunu Allah'a görə, Allah'ın əmri olduğu üçün yerinə getirsək, Allah bizə ibadətin savabını yazar. Amma bu günləri biz bunları Allah üçün eləmirik. Və bu günləri də baxanda görürsən, ailələr dağılır. İnsanların qəlbi sərtləşib, insanlarda bir-birinə güvən yoxdur, insanlarda bir-birinə qarşı inam yoxdur, bir-birinə qarşı mərhəmət yoxdur. Bunlar hamısı nədir? Gətirib çıxardı ki, mənəvi dəyərlər itib. Allaha olan bağlılığımız zəifliyibdir. Amma ata-babalarımızın dövründə, sözün əvvəlində də dedim, mənəvi dəyərlərimiz çox güclüydür. Çünki onlar hər nə eləyirdilərsə Allaha xatir eləyirdilər. Allahın əmri olduğu üçün eləyirdilər. Bir dənə buna toxunum, inşallah keçim Rəcəb ayına. Hədis bizə buyurur ki, öz köklərinizi itirməyin. Öz kökünüzü qoruyun. Bir dənə qəşəng misal da gətirir. Deyir, ağac öz kökündən qopsa, bir müddət yaşıl qalıb, sonra nə olur? Yox olub gedir. Elədir? Mənəvi dəyərlər də deyir, belədir. İnsan deyir, öz mənəvi dəyərlərindən qopsa, zahirdə güclü görsənəcək, amma batində zəif bir məxluq kimi görsənəcək. Həqiqətdə zəif bir məxluq olacaq. Bir də buna diqqət elə. Bu günümüzdür bizim. Deyir, insan öz kökünü itirsə, haram onun üçün adiləşəcək. Çox adi bir hala çevriləcək haram. Halal isə deyir, onun üçün çətin gələcək. Bu günləri fikir verir, insanlar halal işdən qaçırlar, deyirlər ki, çətindir. Harama isə meyillilik var. Sonra deyir, ayıb anlayışı, utanmaq hissi insanlarda yox olub gedəcək. Abır-həya yox olub gedəcək. Deyir, günah etmək insanlara normal görünəcək. Bu onun yaxşı hallarını sayıram. İndi ən ağırına keçin.
Ən dəhşətlisi bu deyir. Deyir, o hala gələcək ki, insan övladı ata-anaya hörmət etməyi, əlindən, ayağından öpməyi, xidmət edir. Deyir, qıraqdan ona baxacaqlar, deyəcəklər ki, bu geridə qalıbdır. O dövr da, vallahi billahi, həmən dövrdəyik. Ata-anaya xidməti bugün geridə qalmış sayırlar. Bundan da pisi, namus, qeyrət, vicdan, iffət, bunların hamısı deyir, geridə qalmış sayılacaq. İnsanlar deyirlər ki, bu hansı dövrdə qalır? Namusdan danışır, qeyrətdən danışır, vicdandan danışır, iffətdən danışır. Bunların hamısının səbəbi deyir, insanın mənəvi dəyərlərini itirməsidir. Mənəvi dəyərləri Allaha görə eləməməsindən irəli gəlir. Deyir, gələcək nəsillərimizə, övladlarımıza mənəvi dəyərləri təbliğ edin. Necə təbliğ edin? Deyir, sözlə demə, ona göstər. Demə, uşağa get namaz qıl. Deyir, özün namaz qıl, onu uşağa göstər. Deyir, özün valideynə itaət elə, valideynə xidmət elə, mənəvi dəyərimizdir də, onu uşağa göstər. Uşağın gözü qarşısında elə. Halal ruzi dalınca get, övladın görsün ki, mənim valideynim halal ruzi dalınca gedir. Deyir, o sıxıntı, çətinlik anın olacaq, ha? Deyir, həmən vaxtda harama qaçma. Allaha sığın. Allahdan kömək istə, övladın da görsün ki, mənim valideynim sıxıntı anında Allahdan yapışdı. Allahdan kömək istədi, harama qaçmadı. Necə ki, bizlər zamanında bunu görmüşük də böyüklərimizdən. Çətinlik anda Allaha sığınıblar. Daim zəhmət içində olublar, əlləri qavar olub. Nə də ailəmə halal ruzi qazandırım. Biz namazı necə qılmışıq? Böyüklərimizdən görmüşük, namaz qılıblar. Bizə deməyiblər ki, bala get namaz qıl. Namaz vacibdir, sən namaz qılmalısan. Düz İslam hamımızdan, mənim valideynim o namazı qılmasaydı, mən hardan qılardım? Mənə nəsiyyət elər, deyərdim, ayata, sən qılmırsan axı. Bir yaxşı şeydir, bir özün elə, sonra mən eləyim də onu. Böyüklərimizdən görmüşük namaz ibadətini. Valideynə itaəti, hörməti. Ona görə hədis bizə buyurur, mənəvi dəyərlərinizi qoruyun. Gələcək nəsillərə təbliğ eləyin, hansı halda? Onlara göstərərək. Peyğəmbər və Ali Peyğəmbərə sələvat zikr edər. İnşallah mübarək Rəcəb ayına, gözəl bir aya, artıq bilirsiniz, sayılı günlər qalıb. Allah Teala'nın bizə bəxş etdiyi nemətlərdən biri şərafətli, mübarək Rəcəb ayıdır. Rəcəb ayı Allah qonaqlığına hazırlıq üçün, səfərə hazırlıq üçün. Birinci aydır Rəcəb ayı. Baxın ayın gözəlliyinə, deyir, bu ay tövbə ayıdır. Bu ay Allahdan bağışlanma diləmə ayıdır. Bu ay ləyaqət, şərafət əldə etmə ayıdır. Deyir, bu ayda yalandan, qeybətdən, böhtandan, şərdən, hər bir eybəcərlik var, bir sözlə, müalicə olunma ayıdır. Nə gözəl aydır bu ay. Həzrəti Peyğəmbər buyurur, deyir, bu ay, Rəcəb ayı, mənim ümmətimin istiğfar ayıdır. Mənim ümmətimin bağışlanma ayıdır. Sonra Həzrəti Peyğəmbər buyurur, deyir, bu ayda çoxlu istiğfar edin. Bu ayda Allahdan bağışlanma istəyin. Çünki Allah Teala bağışlayan və mehribandır, rəhmədəndir. Sonra hədisdə buyurur, deyir, bu ayda ey insanlar, nə qədər pis xüsusiyyətlərimiz var, hamısını deyir, qoyun bir qırağa. Çünki Rəcəb ayı deyir, əməlləri düzəltmə ayıdır. Rəcəb ayı günahdan qurtulma ayıdır. Rəcəb ayı pislikdən qurtulma ayıdır. Çirkinlikdən qurtulma ayıdır. İmam Kazım ağa buyurur Rəcəb ayı haqqında. Deyir, Rəcəb cənnətdə süddən ağ, baldan da şirin bir bulağın adıdır. Kim Rəcəb ayında bir gün oruç tutar? Kim Rəcəb ayında bir gün oruç tutsa, həmin şəxs o Rəcəb bulağı ki var, süddən ağ, baldan şirin, deyir, Allah onu onunla qidalandıracaq. O Rəcəb bulağından. Bir gün oruç tutmaqla. Əli ibn Salim atasından nəql edir. Deyir, Rəcəb ayının sonuna bir neçə gün qalıbdır. Artıq Rəcəb ayı bitirdi. Deyir, gəldim İmam Sadiq əleyhissalamın yanına. Deyir, İmam mənə baxdı, gördü ki, mən oruç tutmamışam. Deyir, məndən soruşdu, ey Salim,
sən bu mübarək, şərafətli, ləyaqətli ayda oruç tutmamısan? Dedim ki, imam, atam anam sənə fəda olsun. Mən bu ayda oruç tutmalıydım. Bu ayda oruç tutmağın fəziləti nədir ki? İmam buyurdu. Deyir, əldən qasırdığın fəzilət və bərəkətlərin sayını Allahdan başqa heç kim bilmir. Allahdan başqa heç kim bilmir ki, sənin əlindən nələr çıxdı. Sonra buyurdu. Deyir, bu ay elə bir aydır ki, Allah Teala bu aya digər aylardan daha çox fəzilət verib və onun hörmətini böyük sayıb. Allah öz kəramətini bu ayda oruç tutanlar üçün vacib elibdir. İndi gələk Rəcəb ayının hədisinə. İmam Cəfər Sadiq əleyhissalam buyurur. Məşhur hədisdir də, sadəcə xatırlayaq. Qiyamətin günü carçı ərşin bətnindən nida edir. Aleyhissalam. Eynər Rəcəbiyyum. Hanı o Rəcəb ayının əhli? Harda dedi Rəcəb ayında oruç tutanlar? Görərlər ki, bir qrup şəxs yerindən qalxar. Onlara görə Allah nə izzət veribdir? Deyir, onların simasının nuru orada olan topluma işıq satar. Deyir, onların başlarında yaqutdan, dürdən zinətlənmiş sultanlıq tacı qoyar Allah. Sonra deyir, onların hər birinin sağında 1000 mələk yanar. Hər birinin sol tərəfində də 1000 mələk yanar. Və mələklər deyər, ey Allahın müqəddəs bəndəsi, xoş gəlmişsən. Allahın sənə əta etdiyi sənin üzərində mübarək olsun. Deyir, bundan sonra Allah tərəfindən nida gələcək. Ey mənim qadın və kişi bəndələrim. Allah, mən hər dəfə deyirəm, bir neçə yerdə var. İzzət və cəlalına and içir. Bax, o nöqtələrdən biri budur. Allah deyəcək, xoş gəlmişsiniz mənim kişi və qadın bəndələrim. İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı uca tutacam, əziz tutacam. Sizə çoxlu saraylar bəxş eləyəcəm və sizə behişdə də saraylar verəcəm ki, o saraylarda çaylar axır. Və orada deyir, siz əbədi qalacaqsınız. Sonra buyurur, sizlər könüllü surətdə mənim razılığımı qazanmaq üçün Rəcəb ayında oruç tutdunuz. Könüllü də heç kim vacib eləməyib ki. Müstəhəb bir əməldir. Sən Allaha xatir oruç tutursan, Allah görür səndə nələr əta eləyir. Deyir, indi Allah sonunda deyəcək, bu kişi və qadın bəndələrimi aparın, salın cənnətə. Kimlər üçündür? Deyir, bu Rəcəb ayında o şəxslər üçündür ki, hətta bir gün oruç tutar. Rəcəbin əvvəlində, ortasında və ya axırında fərq eləmir. Bir gün oruç tutduğun Rəcəbdə Allah sənə bu qədər mükafatı verir. Mən həmişə işlətdiyim söz deyə bu. Vallah, billah, Allah həqiqətən bəhanə gəzir də, biz bəndələri cənnətinə salsın. Kumeyl tuasında var, nə deyir? Deyir, ey tez razı olanı, Allah üçün deyir, Allahla münacat edir. Deyir, ey tez razı olanım, həqiqət deyir. Allah çox tez razı olur. Bir dənə əməl, yüngül bir şey istəyir ki, bəndən bir dənə bunu elə, bəhanəm olsun, sən salım cənnətimə. O qədər rəhimli Allahımız var. Sonra buyurur hədisdə, deyir, Rəcəb ayının bütün günlərini oruç tutmaq müstəhəbdir və insanın günahlarının bağışlanmasına səbəb olar. Hər kəs qismət olan miqdarda Rəcəb ayında çalışıb oruç tutsun. Hədislərin çox hissəsi yazır ki, ən azı çalışsın, heç olmayan yerdə Rəcəb ayında 3 gün oruç tutsun. Deyir, onu da bacarmadı, heç olmasa bir gün oruç tutsun. Deyir, birdən onu da bacarmadı, o bir günü də tuta bilməsə, o niyyətlə deyir, sədəqə çıxarsın, gücü çatdığı qədər. Ki, o savablar insana verilsin. Qoy bunu da deyim, sonra hədisə davam edeyim, yadından çıxmamış. İndi ola bilər kiminsə deyir, qəza orucu varsa, Ramazan ayından qalıb da qəzaları, Rəcəb ayı fürsət ayıdır. Niyyəti belə ki, qəza orucu tuturam, həm sənin qəza orucu Allah silir, həm də bu saydığım savabları sənə nəsib edir, sənə bəxş edir. Sonra, bu ayda Həzrəti Peyğəmbərdən deyir, çoxlu bu zikri deyin, əstəğfirullaha və əsəluhu təvbə. Yaxşı olar deyir, gün ərzində 70 dəfə, ən gözəli budur deyir, səhər 70 dəfə, günorta 70 dəfə, axşam 70 dəfə. Bu zikirdən istifadə edin. Əstəğfirullaha və əsəluhu təvbə. İmam Kazım əleyhissalam buyurur, deyir, Rəcəb böyük bir aydır.
Allah Teala bu ayda edilən yaxşılıqların savabını artırır. Və buyurur, deyir kim bu ayda günahlar eləmişdi, bu aya kimi pis əməllər eləmişdi, bu ayda Allah onun günahları, o pis əməlləri onun əməl dəftərindən təmizləyir. Hər kəs bu ayda bir gün oruç tutsa, cəhənnəmin odu ondan bir illik yol fasiləsi qədər uzaqlaşar. Hər kəs Rəcəb ayında 3 gün oruç tutsa, cənnət o şəxsə vacib olar. Çox fəzilətli bir aydır. Nə qədər hədis oxumuşuq, hər bir hədisin sonunda bir gün oruca belə Allah cənnəti vacib edir həmən bəndəsinə. Və bu ayın biz hər il o namazını da qılırıq. İlk cümə axşamı, Rəcəb ayı daxil oldu deyir. Ondan sonra həmən günün, həmən Rəcəbin ilk cümə axşamı, həftənin 4-cü günü Leylətul Rəğaib gecəsi deyirlər. Mələklərin yer aləminə nazil olunan gecəsi. Hədisdə var, deyir, mələklər yer aləminə nazil olur. Kəbə evinin ətrafında biz bəndələrin, biz ümmətin bağışlanması üçün dua edirlər. Gözəldir ki, həmən gecəni oyaq qalasan, ibadətlə keçirəsən, gözəl olar həmən gecəni ilə Quran oxuyasan, zikirlər eləyəsən və Leylətul Rəğaib gecəsində bir namazı var. Bu namazın savabını demişəm, inşallah qismət olur, 4-cü gün bir də toxunaram həmən şeyə, həmən namaza. Bunu da qeyd edelim ki, 4-cü gün biz qılacaq o namazı burada, cəmi şəkildə. Kimlər istəsə gəlib qoşula bilər. İndi kimlərsə gələ bilməsə, namazın qılınma qaydası belədir. 12 rikətli namazdır, 6 dənə 2 rikətli namazdır. Hər 2 rikəti tamamlayacaqsan, salamları deyəcəksən, bitirəcəksən, qalxıb digər 2-ci rikət deyəcəksən. Namazın qılınma qaydası belədir. Hər rikətdə bir dəfə Həmd surəsi, 3 dəfə Qədr surəsi, 12 dəfə İxlas surəsi. Birinci rikətdə bunu dedin, rükû səcdəni yerinə yetirdin, qalxdın, ikinci rikətdə yenə Həmd surəsi, 3 dənə Qədr, 12 dənə İxlası oxudun, yenə rükû səcdə təcavüz, salam. Namaz bitdi, keçirsən ikinciyə. Bu qaydada 6 dənə 2 rikətdə namazı bitirəcəksən. Yəni fəziləti çox böyükdür, savabı çox böyükdür. Xeyri də çox böyükdür. Yəni bizim məsciddə yenə deyirəm, hər il qılınıbdır. Yəni insanlar da gəlib tanışırlar, çox hacətlərini alıblar. Ona görə kimlər istəsə gələn inşallah burada namazı qılarıq. Bu ay Rəcəb ayı. Hacətlərimizi Allahdan ala bilərik. Çox hacətlərimizi Allahdan ala bilərik. Hər xütbənin sonunda Allahın rəhmətinə toxunuruq da, bir dənə burada da toxunaq bitirək. Bu ayın bir dənə gözəl duası var da, bilirsiniz Rəcəb ayın duası. Möhtəşəm bir dənə duası var. Dua belə başlayır ki, ya mən ərzuhu li kulli xayr. And ola bizi yaradan Allaha, bu söz dəhşət sözdür. Vallahi billahi. O dua başdan başa dəhşətdir. Bu başlanğıc başqa bir dəhşətdir. Tərcüməsi budur ki, ey bütün xeyir işlərdə ümid bəslədiyim, sözün gözəlliyinə bax. Ey bütün xeyir işlərdə sənə ümid bəslədiyim. Yəni, ya Rəbbim, mən bəndəvin sənə olan ümidi sonsuzdur. O qədər ümidim var ki, Allahım sənə, sənin rəhmətinə, o qədər ümidim var ki, sən mənim hacətlərimi verəcəksən və bu duanın tərcüməsi budur, ha? Sənə çoxdur ümidim. Nə qədər ümidimiz var Allaha, bir dənə özümüzə sual verələ, nə qədər ümidimiz var? Nə qədərdir? Hamı deyər, çoxdur Allaha ümidim. Çoxdursa, niyə hacətlər ala bilmirsən Allahdan? Nə qədər hacətlər yığışı qalıbdır? Niyə Allahdan ala bilmirik? Çünki israrı istəmirik. Ümidimiz zəifdir. Dildə deyirik ki, Allahım, sənə olan ümidim sonsuzdur. Bu dildədir. Amma haradasa qəlbdə bir yer var ki, məyusluq var ki, birdən Allah hacətimi verməz, ha? Allah birdən dualarımızı qəbul eləməz, ha? Bu məyusluq var. Bu məyusluğu da artıran şeytandır. Şeytanın vəsvəsəsidir. Qoymur sənə Allaha tam bağlanasan. Sən ki deyirsən, ha, Allahım, mənim sənə olan ümidim sonsuzdur. Şeytan gəlir. Bir məyusluq salır ki, nə oldu, 100 dəfə demirsən də, niyə vermir Allah? Səni məyus edir. Çəkil bir qırağa. Allah da imtihan edir. Ağırdır, çətindir, amma gözəldir. Allah da imtihan edir. Görüm, hara kimi dözür bu? Hara kimi mənim qapımdadır? Görüm, haçan gedəcək? Dinən Allahım, heç vaxt getməyəcəm. Sən nə qədər məni qapından qovmursan, mən getməyəcəm o qapıdan.
Sonda bilirsiniz deyir, nə deyir? Arif sözü deyir bu. Sonda deyir, Allaha bunu deyin, ha. O ki dedizə, Allahım, sənə ümidim sonsuzdur. Sonda bunu deyən, deyən, Allahım, sənə o qədər ümidim sonsuzdur ki, mən keçmişdə günahlar eləmişəm, ha, ya Rəbbim. Sənə o qədər ümidim var ki, mənim bütün günahlarımı bağışlayacaqsan. Deyir, Allah'a sonda bu söz deyən. Deyir, cavabı bilsən olacaq. Allah deyəcək, mən də bunu istəyirdim. Nə qədər rəhəmlisən. Allah deyəcək, bunu istəyirdim. Mənə lazım idi ki, tam qəlbən dərk eləyəsən ki, mən rəhəmliyəm, sən də mənim qapımda bağışlanma istəyirsən. Sən bir dənə dərk eləyəsən ki, bu qapıdan əli boş qayıtmayacaqsan.